Salam əzizləyicilər, bu günləri sizə bəzən çox sadə görsənən təyin məsələsi üzərindən danışmaq istəyirəm. Təyin də bizi bəzi məqamlara taşıdıra bilir. Misal olaraq, ümumiyyətlə, təyin nəyə deyilir? Təyin necə, nə cür hansı, neçə nə qədər, neçənci suallarına cavab verib, isim və ya isimləşmiş sözü izah eləyərsə, buna təyin deyilir. Misal olaraq, var idi. Nə var idi? İnsan. Nə qədər insan? Bir qədər insan. Burada gördüyümüz kimi bir qədər sözü nə qədər sualına cavab verib və ismi izah edib. Yəni, insan sözünü izah edib. Ona görə biz bunu rahatlıqla təyin adlandıra bilərik. Aşağıdakı cümləmizdə düşündü. Nə qədər düşündü? Bir qədər düşündü. Bu söz, bir qədər sözü nə qədər sualına cavab versə də feili izah edib. Və bunu biz nə götürürük? Cümlə öz olaraq zərflik kimi götürürük, feili izah elədiyi üçün. Aşağıdakı cümləmizdə bir qədər fikirlidir. Fikirlidir. Nə qədər fikirlidir? Bir qədər fikirlidir. Bəs gəlin belə yanaşaq. Biz bunu ismi izah eləyərsək təyin kimi götürdük. Feili izah eləyərsə zərflik kimi götürdük. Bəs sifəti izah eləyərsə biz bunu götürürük. Sifəti izah eləyərsə biz bunu yenə də zərflik götürürük. Təyin götürmürük. Niyə görə bəs? Niyə belə oldu? Çünki biz qaydamızda nə dedik? Dedik ki,